Hər kəsə salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün sizlərlə birlikdə təbiətin bizə verdiyi ən ləzzətli və faydalı nemətlərdən olan göbələk haqqında danışacağıq. Göbələk sadəcə dadına görə deyil, sağlamlıq üçün də çox qiymətlidir. Tərkibində B qrupu vitaminləri, xüsusilə B2, B3, B5 vitaminləri bol miqdarda mövcuddur. Mineral baxımından isə kalium, fosfor və seleniumla zəngindir. Ən maraqlısı da odur ki, göbələk az kalorili olub toxluq hissi verir. Pəhliz saxlayanlar üçün ideal seçimdir. Burada gördüyünüz bu göbələklər yenicə çıxanda pərdəsi açıq rəngdə olur. Vaxt keçdikcə tünd qəhvəyi rəngi alır. Bu göbələklər də yenidir, hələ torpaqdan üzə çıxmayıb. Bu isə başqa sort göbələkdir. Qalın, yumru və tam açılmamış formadadır. Üstü qəhvəyi və sürüşkən olur. Qopardıqda bunun da pərdəsinin qəhvəyi olduğunu görəcəksiniz. Bu isə açılmamış zondikə bənzəyir. Bu göbələk də yenicə çıxanda pərdəsi açıq tonlarda olur. Qaldıqda onun da pərdəsi tündləşir. Bu göbələklər yeyilə biləndir. İllərdir istifadə edirik. Göbələyi gec yığanda qurd yeyir ya da ki qarışqa. Əgər yağış dayanmadan yağırsa, onda da göbələklər xarab ola bilər. Elə mən yığdığım göbələklər kimi çox su xarab olmuşdu. Mən göbələkləri bişirməzdən əvvəl soyub yuyuram. Bəziləri bunu etmir. Torpağını təmizləyib yumadan bişirirlər. Şəxsən mən onların uyğun bildiyi bu qaydaya əməl etmirəm. Mənim üçün doğrusu elə təmizlənib yuyulmasıdır. Baxın, burada göstərdiklərimi qurd yeyibdir. Mən bu formada doğramağı sevirəm. Siz necə istəyirsinizsə, elə də doğraya bilərsiniz. Uzun incə doğradığım soğanları rəngi dəyişənə kimi qovururam. Soğan qovrulduqdan sonra yuyub doğradığım göbələkləri soğana əlavə edirəm. Videoda gördüyünüz kimi göbələklərdən çoxlu miqdarda su çıxır. Bu tamamilə təbiidir. Göbələklərin 90-92%-ni su təşkil edir. Suyu çəkilib yağa düşdükdən sonra biraz da yağda qovururam. Marketlərdən alınan göbələklərdən fərqli olaraq bu göbələyin dadı tamam başqadır. Qoxusu, ləzzəti və təmizliyi ilə heç nə ilə müqayisə edilə bilməz. Bir dəfə dadan fərqi dərhal anlayacaq.